İnsanların coğrafiyada ən çox verdiyi və onları ən çox maraqlandıran suallardan biri budur ki, əgər bizim yaşadığımız dünya kürə formasındadırsa və biz bu kürənin üzərində yaşayırıqsa, biz olduğumuz yerdən yer qazmağa başlasaq, biz yerin tam mərkəzinə doğru qaçsaq və digər tərəfdən çıxsaq, biz haradan çıxarıq? Birincisi belə bir şey mümkündürmü və mümkün olsa biz haradan çıxmış olarıq? Yəni buradan dayandığımız yerdən qaçsaq necə bilək ki, biz haradan çıxmış olacağıq? Burada birincisi bunun mümkünlüyü haqqında onu deyim ki, praktiki cəhətdən hazırda bu mümkün deyil. Bunun bir neçə səbəbi var. Birincisi siz bir tərəfdən qazıb digər tərəfdən çıxmaq üçün hardasa 12.000 kilometrdən çox məsafə qazmalısınız. İndiyə qədərsə dünyada ən çox Kol yarımadasında 12 kilometrlik qazıla bilib. Bu da o deməkdir ki, yəni bundan 1000 dəfədən daha çox, 1000 mislindən daha çox bir quyu qazmalısınız. Bu bizim əlimizdəki imkanlarla hazırda mümkün deyil. İkinci bir tərəf isə siz yerin mərkəzinə doğru getdikcə, manyeə və nüvəyə doğru getdikcə istilik, temperatur inanılmaz dərəcə, minlərlə Selsi dərəcə artır və buna görə bu işin digər bir mümkünsüz tərəfidir. Üçüncü məsələ isə yerin cazibə qüvvəsi ilə bağlıdır ki, siz hətta buradan qazıb yerin nüvəsinə yaxınlaşsanız, belə digər tərəfdən çıxdıqda yerin mərkəzi sizi yenidən mərkəzə doğru dartacaq həmin cazibə və bunun kimi digər məsələlər bu hadisəni praktiki olaraq hazırda bizim üçün mümkünsüz edir. Amma bizə hazırda məsələnin praktiki tərəfi yox da nəzəri tərəfi maraqlıdır. Yəni kağız üstündə görəsən belə bir şey olsa, yəni biz varsayalım ki, biz bunu qaza bilsək, biz gedib hansı məntəqədən çıxarıq? Bunun coğrafiyada bir üsulu var. Biz coğrafiya dərslərində bu üsulu öyrədirik. Yəni bu elə də çətin deyil, rahatdır bunu tapmaq. Məsələn, götürək Bakı şəhərini. Bakı şəhərinin koordinatlarını bilirik. 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Görəsən biz Bakıdan bir quyu qazsaq, tam yerin mərkəzindən keçmək şərti ilə digər tərəfdən o hansı koordinatlardan çıxar? Bunun üçün qaydamız belədir ki, əvvəlcə coğrafi enliyi götürürük. Coğrafi enliyin əksi yarımkürədə olur, amma dərəcəsi eyni qalır. Məsələn, Bakı 40 dərəcə şimal enliyidirsə, artıq yeni koordinatımız olacaq 40 dərəcə cənub enliyi və coğrafi uzunluq 50 dərəcə şərq uzunluğu idi. Biz burada əks meridiana keçməliyik. Əks meridian da bilirsiniz ki, cəmi 180 olmalıdır əks meridianların. Yəni 50 dərəcə şərq uzunluğunun əksi 130 dərəcə qərb uzunluğu olur. Yəni biz coğrafiya dərslərində bilirik ki, 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğunda yerləşən Bakı şəhərindən biz bu formada bir quyu qazsaq, digər tərəfdən çıxacağımız koordinat 40 dərəcə cənub enliyi və 130 dərəcə qərb uzunluğu olacaq. Və biz xəritədə bu koordinatı tapmaqla bilə bilərik ki, biz Bakıdan əgər yerə belə demək olarsa girsək, haradan çıxarıq. Amma mən bugün sizə nəyi təqdim eləmək istəyirəm? Belə bir sayt bugün tanış olmuşam. Deməli, saytın adı Antipodesmap. Belə bir .com, belə bir saytdır. Antipodesmap. Deməli bu saytda bunu bizim üçün daha rahat hala gətirir. Bizim artıq burada nəyisə hesablamamıza ehtiyac yoxdur. Biz burada sadəcə istədiyimiz şəhəri, istədiyimiz ərazini xəritədə seçirik və o bizə haradan çıxacağımızı göstərir. Məsələn, gəlin baxaq. Biz burada gəlin Bakı şəhərini seçək. Misal olaraq baxın, görürsünüz burada adam Bakıdan bir yerin dibinə sanki daxil olur, yəni Bakıdan quyu qazır və o haradan çıxır? Baxın, burada görürsünüz okeandan çıxır. Əgər mən bunun sizin üçün miqyasını kiçiltsəm, baxın, fikir verin, Sakit okeandan çıxır, adam Cənubi Amerikanın qərbindən Sakit okeandan çıxır. Yəni Bakıda belə bir şeyi, ümumiyyətlə Azərbaycanda belə bir şeyi sınamağa dəyməz. Onsuz da hətta bunu mümkün eləyə bilsəz belə gedib çıxacağınız yer Sakit okeanın içi olacaq. Digər şəhərlərdən hansı şəhərdən daxil olsanız, onun haradan çıxacağını isə yenə də bu xəritədən tapa bilərsiniz. Məsələn, maraq üçün Londona baxaq. London şəhərindən daxil olsaq, biz haradan çıxarıq? Gəlin baxaq. Görürsünüz, Londondan daxil olsaq, yenə də Yeni Zelandiyaya yaxınlığından çıxırıq. Demək ki, haradasa İngiltərənin müəyyən hissələrindən quyu qazaraq Yeni Zelandiyadan çıxmaq mümkündür. Bax, ingilislər bunu sınaya bilər, amma bizim üçün elə də əlverişli olmaz.